İran Naxçıvana dronlarla zərbələr endirib. Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması var. Dron hücumuna görə məsuliyyət İranın üzərinə düşür. Bu cavabsız qalmayacaq. Xarici İşlər Nazirliyinin açıqlaması var. Birazdan bunları sizin diqqətinizə çatdıracağım. Onu qeyd edim ki, Naxçıvan aeroportu vurulub. Kadrlardan da görürsünüz. 2 mülki şəxs yaralanıb. Naxçıvan Muxtar Respublikası xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər onlar. Vəziyyətləri stabildir. Və bu kadrlardan görürsünüz, sadəcə bir dəfə təsadüfi düşən bir zərbə deyil. Kadrlardan fərqli istiqamətlərdə partlayışlar görünür. Növbəti kadrlarda da onları görəcəksiniz. Biri aeroport tərəfdən çəkilirsə, digəri aeroportdan tüstü çıxdığını göstərir. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Terminal xəsarət alıb, onu deyim. Uçuş enmə zolağı da xəsarət alıb. Bu görüntülər az sonra görəcəksiniz. Niyə ən strateji obyekt? Niyə aeroport? Aeroport heç də sərhəddə deyil, deyək ki, təsadüfən ora düşüb bu dron. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına düşüb. Onu da görüntülərini az sonra göstərəcəyik sizə. Naxçıvanda əhali gördüyünüz kimi küçələrə çıxıb artıq. Kadrlarda görmək olur. Təbii ki, qorxurlar. Bəzi kadrlar var. Orada uşaqların necə həyəcan keçirdiyini biz görürük. Baxın, bu münaqişə başlayandan Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb. Xarici İşlər Naziri Ceyhun Bayramov, İran Xarici İşlər Naziri Abbas Əraqçıya zəng edərək Azərbaycanın ərazisindən, yəni quru ərazisi, hava sahəsindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Başkomandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri təkrar xatırladıb. Prezident İlham Əliyev İranın ali rəhbəri Xamneyinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biridir. Hələ dünən Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib başsağlığı verdi. Bu barədə ayrıca danışacağıq. Bu dünya mətbuatının da diqqətini çəkən bir görüntü oldu. Bundan əlavə Azərbaycan İran səfirini mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə edə bildiyi az saylı ölkələrdən biri oldu. Həmin görüntüləri ekranda görürsünüz. Azərbaycan İranla sərhəd keçid məntəqəsindən keçidi təmin edərək həm İrandakı digər ölkə vətəndaşlarına, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaratdı Azərbaycan. Yəni, nəyi pis eləmişik? Hələ biz humanitar yardım da etməyi planlaşdırırdıq. Bütün bunlara baxmayaraq, Molla rejimi, bəli, bugün hədəfləri arasına Naxçıvan Muxtar Respublikasını daxil etdi. Naxçıvan şəhəri və aeroportunun ərazisinə dron zərbələri endirildi. Günlərdir biz onsuz da görürük, müsəlman ölkələrini vurur İran. Oradakı Amerika bazalarını vurur. Amma kadrlar onu demir heç də. Biz mülki binaların vurulduğunu görürük. Dubayda, Dohada, ümumiyyətlə dəfələrlə görmüşük. İran belə vəziyyətlərdə panikaya düşüb, səhv hədəfləri vurur, mülki təyyarələri vurur. Amma Naxçıvanın vurması, bu kadrlardan görürsünüz, heç təsadüfi görünmür. Bu kadrlar bunu demir. Bəli, bu da Molla rejiminin mahiyyətini, düşmənçilik xislətini və nankörlüğünü bir daha ortaya qoyur. Növbəti dəfə aydın olur ki, İran rejimi dağıdıcı, heç bir qırmızı xətt tanımayan, qonşuluq, dostluq siyasətindən anlamayan mahiyyətə malikdir. Bu rejimin addımları onun dostluq və xeyirxahlığı anlamamaqla yanaşı, beynəlxalq hüquqa və ölkələrin suverenliyinə hörmət etmədiyini də göstərir. Dünən də Türkiyə ərazisinə düşmüşdü bir raket. Bəli, mülki təyinatlı obyektlər heç bir əsas olmadan hədəfə alınıb Naxçıvanda. Bu əməllər Molla rejiminin riyakarlığı, nankörlüğünü bir daha göstərir. Bir daha deyirəm. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, İranın ölkəmizə göstərdiyi bu nankör və riyakar münasibəti Molla rejiminin simasını neynədir? Yenidən göz önünə sərdi. Vətən müharibəsində etdikləri də az çox hamımıza bəllidir. Bəli, bu da Molla rejiminin iç üzü. Bəli. Qeyd etdiyimiz kimi, dronlardan biri Naxçıvan aeroportuna düşüb, hava limanının binasına zərər dəyib, APA həmin görüntüləri təqdim edib, indi biz də ekrana gətiririk. İranın dron hücumundan sonra Naxçıvan aeroportunun fotolarıdır bu, baxın. Bəli, bu
bir təsadüfi zərbədirmi? Niyə məhz aeroport? Niyə məhz aeroport? Təsadüfi düşəydi açıq sahəyə, tarlaya düşəydi. Bəli. Aeroportun eniş uçuş zolağı da zərər görüb, gələn məlumata görə. Buyurun. Buyurun. 2 nəfər, 2 mülki şəxs də yaralanıb, onları xəstəxanaya təcili yardıma aparıblar. Bir dron isə məktəbin yaxınlığına düşüb, o görüntümüz də olmalıdır. Onu qeyd edeyim ki, Naxçıvan sakini Xəzər xəbərə göndərib o görüntüləri. Baxın, uşaqları görürsünüz kadrda. Bəli, bu da həmin o xəsarət.